Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izdahda Yemaşem kitabından cədvəl, diaqram, qrafiklərə aid sualların izahına baxacağıq. Qeyd edim ki, bundan əvvəl 60 ədəd sualı köhnə nəşr olan kitabdan izahları kanalda yerləşdirmişdik. Yəni bundan əvvəlki sualların izahına baxmaq istəsəz kanalımızdan görə bilərsiniz və yaxud da Şamxal Sadıqlı cədvəl, diaqram, qrafik yazıb video izaha baxa bilərsiniz. Hər birinizə uğurlar olsun. Hər hansı bir iradınız və ya təklifiniz varsa, rəy bölməsində də qeyd edə bilərsiniz. Videonun sizə faydası olsa, bəyənib paylaşmağı da unutmayın. Hər birinizə uğurlar. Başlayaq sualların izahına. 61-ci sualda bizə deyir ki, aşağıdakı qrafikdə bir şirkətin illərə görə gəlir və zərər miqdarı göstərilmişdir. Gəlir tünd rənglə, zərər açıq rəng. Bizə deyir ki, buna görə bu şirkətin 3 il boyunca əldə etdiyi zərər neçə min manatdır? Birinci gəlirlərə baxaq. Baxırıq ki, 2021-də 15 min gəlir. 2022-də yenə də 15 min gəlir. Üzərinə gəlsin. 2023-cü ildə isə deməli 20 min gəlir. 15, 15, 30, o da 20, 50 min gəlir olur. Zərərə baxaq. Deməli, 2021-ci ildə zərər 10 min üzərinə gəlsin. 2022-ci ildə zərər 25 min üzərinə gəlsin. 2023-cü ildə isə zərər 30 min. 10, 25. 35, o da 30, 65 min də zərər oldu. 65 min zərər, 50 min gəlir. Zərər nə qədər olacaq? 65 mindən çıxanda 50 minin cavab verəcək 15 min zərər. 61-də cavabımız oldu B variantı. Keçək növbəti suala. 62-ci suala baxırıq. Qrafikdə narının 5 gün boyunca riyaziyyatdan həll etdiyi sual sayı göstərilmişdir. Bu qrafiqə əsasən aşağıdakılardan hansı yanlışdır? Qrafikdə görürük burada. Deməli, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə. Burada. Deməli, A variantında ən çox sual cümə axşamı həll etmişdir. Cümə axşamına baxsaq, bəli, ən çox cümə axşamı həll edib. A variantı doğru. B variantında ən az sualı cümə günü həll etmişdir. Cümə günü ən azdır. Bəli, ən kiçiyi cümə günü. B variantı doğru. C variantında çərşənbə axşamı və çərşənbə günləri bərabər sayda həll etmişdir. Çərşənbə axşamı və çərşənbə. Hər ikisi bərabərdirmi? Bəli, hər ikisi bərabərdir. Hər ikisi 50. Doğrudur. Çərşənbə günü cümə günündən 30 sual artıq həll etmişdir. Çərşənbə günü nə qədər həll edib? 50. Cümə günü nə qədər həll etmişdir? 20. 30 sual çoxdur. 50-dən 20-sini çıxanda qalır 30. Bəli, bu da doğru. 5 gündə topdan 180 sual həll etmişdir. Baxaq. Deməli, cümə 20 üzərinə gəlsin. Cümə axşamı 80 üzərinə gəlsin. Çərşənbə 50. Çərşənbə axşamı 50. Bu yazıblar bazar ertəsi, yəni. Əslində bu bazardır. Nöqtə qoyulmasa digəri düşməlidir. Ertəsi yazılmışlar. Nəsə, problem deyil. Bazar ertəsi nə qədər olur? Bazar ertəsi isə 30. Cəmi nə qədər edəcək? 100, 100, 200, o da 30, 230. Amma bizə nə qədər deyir? 180 sual həll etmişdir. Yanlış olan olur. Y variantı. Keçək növbəti suala. 63-cü suala baxırıq. Aşağıdakı dairəvi qrafikdə 9 ağacın olduğu meyvə bağındakı ağacların bölümü göstərilmişdir. Buna görə bu bağdakı armud ağaclarının sayı neçədir? Əvvəlki video izahlara qeyd etdiyimiz kimi tam bucaq neçə dərəcə olurdu? 360 dərəcə olurdu. Və buradakı işarə bizə düz bucağı göstərirdi. Düz bucaqda 90 dərəcə deməkdir. Və bizdən armud ağaclarının sayını soruşur. Armuda neçə dərəcə düşəcək? 360-dan çıxarıq əriyi 150 dərəcəni, çıxarıq narı 60 dərəcəni və çıxarıq almanı 90 dərəcəni. Yerdə qalar neçə dərəcə? 60 dərəcə. Yəni armud ağacı 60 dərəcə uyğundur. Ümumi 360-dır axı dərəcəsi.
Armud 60 dərəcəsidir. 360-ın hansı hissəsidir? 360 dərəcədə 60 dərəcə hansı hissəsi olur? 6-da 1 hissəsi olur. Ağacların sayı 900 deyilmiydi? Armud deməli bunun 6-da 1 hissəsidir. 900-ün 6-da 1 hissəsi böl 6-ya vur 1-ə. Cavabımız eləyir 150. Deməli 150 armud ağacı var. 63-də cavabımız oldu D variantı. Keçək növbəti suala. 64-cü sualdır. Yuxarıda dairəvi qrafikdə bir sinifdəki qız və oğlan şagirdlərin bölümü göstərilmişdir. Sinifdəki oğlan şagirdlərin sayı qız şagirdlərin sayından 2 nəfər artıq olduğuna görə sinifdə neçə şagird var? Yenə dairəvi tam bucaqdır. Dedik ki, tam bucaq 360 dərəcədir. Bunda oğlanlar neçə dərəcəyə düşəcək? 360-dan çıxarıq 160-ın yerdə qalan neçə? 200 dərəcə. Yəni oğlanlar da 200 dərəcə tamamlayır. İndi deyir ki, oğlanlar qızlardan 2 nəfər çoxdur. Oğlanlar qızlardan neçə dərəcə çoxdur? 200 dərəcədən çıxanda 60 dərəcəsini, daha doğrusu 160 dərəcəsini 40 dərəcə çox olmuş olur. Həm 40 dərəcə çox, həm də 2 nəfər çox. Deməli, onda 40 dərəcəsi 2 nəfər şagirddir. Yəni 40 dərəcə 2 nəfər şagird yerləşir. Şagird. Bizdən də soruşur ki, sinifdə neçə şagird var? Sinifdə deyəndə artıq tam bucaq, bütün hamısını, qız, oğlan hamısını soruşur. Hamısı da dedik ki, cəmi bir işə neçə dərəcə edir? 360 dərəcə. 40 dərəcəyə 2 şagird yerləşirsə, 360 dərəcə bəs nə qədər yerləşər? Onda 360-ı vurub 2-yə bölərik 40-a. Cavabımız edər neçə? 18. Deməli, cəmi 18 şagird var. 64-də cavabımız oldu Y variantı. Keçək növbəti suala. 65-ci suala baxırıq. Yuxarıdakı dairəvi qrafik bir işçinin aylıq xərcinin bölünməsini göstərməkdədir. İşçinin maaşı, içinə yazıb işçinin, nəsə şərh düşməyib. İşçinin maaşı 720 manat olduğuna görə aylıq xərclərinin miqdarını göstərən sütun qrafiki aşağıdakılardan hansıdır? Dedik ki, tam çevrə ümumi neçə dərəcədir? 360 dərəcə. 720 manat deyir. Hər dərəcə onda nə qədər yerləşir? 720-ni bölürük 360 dərəcəyə düşür 2. Yəni hər dərəcə 2. Geyim neçə dərəcə? Geyim deməli 120 dərəcədir, düzdürmü? Hər dərəcəyə də 2 manat düşdüyünə görə geyim nə qədər olacaq? Geyim onda olacaq 120 dərəcə olduğuna görə. Hər dərəcədə 2 manat, 122-yə vuranda 240. Yəni geyim 240. Geyim 240. Kirayə nə qədər olacaq? Kirayə deyir ki, 90 dərəcəni göstərir. Kirayə onda olacaq 90 vur 2-yə 180. Yemək nə qədər qalacaq? 120, 90. Bunu toplayanda eləyir 210. 360-dan çıxanda 210-un yerdə qalır 150. Onda olacaq yemək nə qədər? 150 dərəcə, hər dərəcə 2 manat. 2-yə vuranda 300. Yemək 300, geyim 240, kirayə də 180. Cavabımız olur deməli elə A variantı. Yemək 300, bəli, geyim 240, kirayə də 180. Keçək növbəti suala. 66. Aşağıdakı sütun qrafikdə bir qarışığı əmələ gətirən maddələrin miqdarları göstərilmişdir. Bu maddələrin miqdarları dairəvi qrafikdə göstərilsəydi, şəkəri göstərən dilimin mərkəzi bucağı neçə dərəcə olardı? Yəni dairəvi diaqramda deyirsə, yəni 360 dərəcədə göstərilsəydi nə qədər olardı? Soruşur bizdən. Ümumi bunların cəmi nə qədərdir? Deməli, un 12, sonra duz 5, burada qeyd olunub, un 12, duz 5, şəkər nə qədərdir? Şəkər isə 3-dür. Bizdən gəl 3. Cəmi edir 20. Ümumi cəmi yazır 20. Şəkər bunların hansı hissəsidir? Yəni tənasüb də qura bilərsiniz. 20 bu formada yaza bilərsiniz. 20 360 dərəcədirsə, bəs şəkər, yəni 3 neçədir? X. Yəni bu formada həll edə bilərsiniz. Və ya da şəkər 20-nin hansı hissəsidir? 20-də 3 hissəsi. Ümumi də 360 dərəcə deyil. Bizdən çünki dairəvi qrafikdə soruşur. 20-də 3 360 dərəcədirsə, 1 dərəcə nə qədər düşür? 20-də 3 vururuq 360-a. 20-lə 360 ixtisar yeri qalır 18. 18-ə vuranda cavab edir 54 dərəcə. 66 cavabımız olur Y variantı. Keçək növbəti suala. 67-ci sual. Yuxarıdakı dairəvi qrafikdə bir kəndlinin ABC taxıl zəmisinin sahələr bölümü verilmiş. Sütun qrafikdə isə bu zəmilərdən əldə edilən taxılın miqdarları göstərilmişdir.
Əgər məhsuldarlıq eyni olarsa, x sıx y neçədir? Baxaq. Deməli, burada 80 dərəcə, 120 dərəcə, 80, 120, 200. Dedik ki, dairəvi qrafik 360 dərəcə olur. 360-dan çıxarıq 200-ün, yerdə qalar neçə? 160 dərəcə. Deməli, C olur 160 dərəcə. Və bizə də burada məlum olan hansıdır? C taxıl hissəmiz. Nə qədərdir? 40. Yəni 40 160 dərəcədirsə, 160 dərəcəni bölərik 40-a, düşər neçə? 4. Yəni hər 4 dərəcəyə 1 yerləşir. İndi A-nı tapaq. A deyəndə, yəni burada X-i tapaq. Hər 4 dərəcəyə 1 yerləşirsə, X-i tapmaq üçün etməli 120 dərəcəni. Çünki A neçə dərəcədir? 120. Buradakı A-nı tapaq. 120-ni böləndə 4-ə düşür X-i neçə? 30. Y-i tapaq. B. Yəni 80 dərəcə. 80-i böləndə 4-ə düşür neçə? 20. X sıx y, yəni 30 sıx 20. Cavabımız edir neçə? Cavabımız edir 10. Və yaxud da elə əvvəldən də çıxa bilərdiniz. 120-dən 80 çıxanda qalar 40. Əvvəlcədən də yaza bilərik, yəni və ya belə göstərir. Onun üçün ki, bizdən x sıx y soruşmur. X sıx y. Yəni A sıx B demək. 120-dən elə çıxardıq 80-i, yerdə qalardı 40 dərəcə. Hər 4 dərəcədə 1 yerləşir. 40 dərəcə nə qədər yerləşir? 40 dərəcəni böləndə 4 dərəcə. Cavab yenə də düşərdi 10. 67 cavabımız B variantı. Keçək növbəti suala. 68-ci suala baxırıq. Tuncay həftə sonu idman etmək üçün sabit sürətlə qaçaraq evdən yola çıxır. 2 saat qaçdıqdan sonra 1 saat dincəlir və təkrar eyni sürətlə geri dönür. Və 2 saat da evə çatır. Buna görə Tuncayın idman gəzintisi əsasında evinə olan uzaqlığı göstərən qrafik aşağıdakilərdən hansıdır? Birinci baxın, vaxta baxaq. 2 saat qaçır, 1 saat dincəlir, geri dönür və 2 saatı da yenə evə çatır. 2, 1, 3, o da 2, 5. Yəni ümumi qrafikdə saat nə qədər göstərir? 5 saat göstərməlidir. 2 saat qaçırsa, bu formada göstərək də, yəni qaçdı. 1 saat dincəlir. Dincəlirsə heç bir məsafə getməməlidir. Eyni məsafədə olmalıdır. Sonra isə evə qayıdır. Qayıdırsa həmin məsafə nə olmalıdır? Aşağı düşməlidir. Yəni elə cavabımız göstərilən A qrafikində olacaq. Həqiqətən də 2 saat, 1 saat keçəndə 2 üstə gələndə 1-in neçənci saat olur? 3 saat. Yəni 2 saatla 3 saat arasında dincəlməlidir. Heç bir məsafə getməlidir. Baxın, 2-də tutaq ki, gəlir bura qədər. Məsələn deyirəm, A kilometr gedib, düzdürmü? 3-də də gəlir, nə qədər gedib? A kilometr. Çünki həmin bu aralıqda nə edirdi? Dincəlirdi. Dincəlir. Həmin bu arada dincəlirdi. Digər variantları da göstərək, tamam olsun. Məsələn, B variantına baxın. B variantında 2 saat hərəkətdə oldu. Doğrudur. Amma 2-dən 3-ə bu aralığa baxın. Deyir dincəlir axı. Amma aralığa baxın, burada göstərirəm mavi rəngi ilə. Dincələndə buradan bura necə gələ bildi? Dincəlmə nə deməkdir? Yəni hərəkətsiz qalırdı, olduğu yerdə qalır. Buradan bura gələ bilməz. Ona görə B variantı olmur. Sonra C variantına baxın. 2 saat hərəkətdə oldu. 1 saat dincəldi. Bəli, doğrudur. Amma bizə deyir ki, evə qayıdır da. Qayıdırsa bu getdiyi yolu burada gedibdir. Gedib. Həmin bu yolunu nə etməlidir? Qayıtmalıdır. Yəni buradan aşağı düşməlidir. Amma burada isə nə edib? Təkrar yenə də davam eləyir. Yəni yolun səhv salıb. Doğru olmaz. Sonra D variantında ümumiyyətlə burada zamanlara baxsaq 2, 4, 6. Elə bir zaman yoxdur axı 2 saat getmək. Sonra 2 üstə gəl 1. 1 saat dincəlir. Yəni 3 olmalıdır. 2 saatda qayıtmağı 3 üstə 2, 5 olmalıdır. 2, 3, 5 zamanlar olmalıdır. Burada 2, 4, 6 yazıb. Heç baxmağa dəyməz. Yəni zamanları burada səhvdir. Y variantında 2, 4 zamanı 4 göstərib. Xeyr. 2 saat gedir, 1 saat dincəlir. 2 üstə 1, 3 göstərmək. Yəni burada 3 olmalıdır. Burada da zaman səhvdir. Yəni 68-də cavabımız oldu. A variantı. Keçək növbəti suala. 69-cu suala baxırıq. Aşağıdakı qrafikdə bir velosipedçinin getdiyi yolun zamana görə dəyişimi göstərilir. Buna görə velosipedçinin ən sürətli olduğu zaman aralığı aşağıdakilərdən hansıdır? Baxaq, deməli birinci 0-2. Başlanğıc nöqtə neçə olur? 0 olur. 0-2 aralığına. 0-2 aralıqda hansı variantdadır? A variantında. Baxaq. Deməli 0-2, yəni 2 saat ərzində zaman nə qədər olub? 2 saat. Buradan bura qədər. 2 saat ərzində nə qədər yol gedib? 10 km. Onda sürəti nə qədərdir? Tapmaq üçün nə etməliyik?
onu bölürük. Yəni gedilən yolu. Baxın, burada nə göstərib? Yol. Yolu bölürük zamana, sürəti tapır. Onu 2-yə böləndə sürət olur 5 kilometr böl saat. 5 kilometr böl saat. Sonra isə 2-5 aralığına baxaq. 2-5 aralığı. 2-5 aralığı neçə saat edir? 2-dən 5-ə. Yəni 5 çıxılsın 2, 3 saat edir. Məsafə nə qədərdir? 10-dan 13-ə gedib. 13 çıx 10, 3 kilometr gedib. 3 saata 3 kilometr gedib. Yəni bəzən burada müəllimlər elə bilir ki, 5 saata 13 getdi. Və ya fikirləşirlər ki, tutaq ki, istəyir müəllimlərimiz istəyir şagirdlər, fərqi yoxdur. Ümumiyyətlə bu məsələdə çaşqınlıq yaradan hissələrə deyirəm. Fikirləşirlər ki, 5 saat 13 getdi və ya belə götürürlər ki, tutaq ki, bu 3 saata 5-dən 2-ni çıxırlar. Bu saata düzgün tapırlar, 3 saata 13 götürürlər. Belə deyil. Məsafə nə idi? Bura gəlmişdi, 10-a qədər gəlmişdi. 10-dan 13-ə, 13-dən 10 çıxdıq, 3 kilometr getdi. Zaman da 2-dən 5-ə, 3 saata. 3 saata 3 kilometr gedibsə, sürəti nə qədərdir? 3-ü 3-ə böləndə 1 kilometr böl saat. Sonra baxırım 5-8 aralığına. 5-8. Bu B variantı idi, bu isə C variantı. 5-8 aralığında yenə də 8-dən 5-in çıxanda neçə saat eləyir? 3 saat. Və nə qədər yol gedibdir? 13-dən 22-yə. Yəni 22 çıx 13-ün nə qədər gedib? 9 kilometr. 9 kilometr 3 saata gedib. Sürəti nə qədər? 9-u 3-ə böləndə 3 kilometr böl saat. Sonra baxırıq 8-10 aralığına. 8, 10. 8-dən 10-a neçə saat eləyir? 10-dan 8-in çıxanda 2 saat yolda olub. Və həmin o 2 saat ərzində məsafə nə qədər olub? 22 idi, buradaydı, düzdürmü? Buradan gəlib hara? 24-ə. 22-dən, daha doğrusu 24-dən çıxarıq 22-sin. Nə qədər yol gedib? 2 kilometr yol gedib. 2 kilometr 2 saata gedib. Sürəti nə qədərdir? 2-ni böləndə 2-yə, bu da eləyir 1 kilometr böl saat. Burada C variantı qoymağa ehtiyac yoxdur. Burada elə ümumi aralıqları göstərək. İki variantlar fərqlidir. Bunlar oldu aralıqlar. 3, 9, aha. Ən sürətli soruşur. Ən sürətli hansı oldu? 5 kilometr böl saat. Ən sürətlisi budur. Və hansı aralıqda olur? 0-2 aralığında. Yəni cavabımız olur 69-da A variantı. Keçək növbəti suala. 70-ci suala baxırıq. 2000 universitet tələbələrinə uyğun bir anketdə tələbələrin 25-də 3 hissəsi davamlı olaraq kitab oxuduğu müəyyən edilmişdir. Ümumi nə qədər tələbə kitab oxuyur, onda onun sayını tapmaq üçün 2000-in 25-də 3 hissəsi bölü 25-ə vur 25-ə böləndə 80, 83 vuranda 240. 240 tələbə dairəvi qrafikdə göstərilir. Sonra isə bizə deyir, qrafikə görə tarix kitabı oxuyan tələbələrin sayı neçədir? Tarix bu hissəni soruşur. Tarixə nə qədər düşəcək? Roman, mən hərfi düşünməyim. Roman buradakı işarə dili neçə dərəcəni göstərir? 90 dərəcə. Ümumi dairəvi qrafikdə 360 dərəcə. Çıxırıq 90 dərəcə. Çıx şeir 72 dərəcə. Çıx fəlsəfə 75 dərəcə. Çıx siyasət, yəni 60 dərəcə. Yerdə qalacaq nə qədər? 92, 70, 75, 100, 63 dərəcə. Ümumi deməli onda tarix neçə dərəcə? Tarix olur 63 dərəcə. Ümumi 240-dır tələbələrin sayı. 63 dərəcə, 360 dərəcənin hansı hissəsidir? 360 dərəcədə 63 dərəcə vuracaq neçəyə? 240-a. Hər biri bölünər deməli 360 ilə 240, 120-yə bölərəm. 2, 120-yə böləndə 3. 63-ü də 3-ə böləndə qalar 21, 21-i 2-yə vuranda cavab edər 42. Tənasib də qura bilərdiniz. Yəni bu tənasibdən də onsuz alınır. Burada çaşqınlıq yaradacaq bir məqam yoxdur. Sadəcə verilən dərəcəni 360-a böləndə kəsr kimi tapırıq. Hansı hissəsini təşkil edir, onu tapırıq. Eyni şeydir. Tənasib qursaydınız belə olacaq. Ümumi 360 dərəcə 240 hissəsidirsə, yəni 240 tələbədirsə, bəs 63 dərəcə, yəni tarix nə qədərdir? Yenə də 63-ü vurursunuz 240-a, bölürsünüz 360-a. Heç fərq yoxdur, yenə də 42 cavabın tapmış olur.
70-də cavabımız oldu B variantı. Keçək növbəti suala. 71-ci suala baxırıq. Qrafikdə Musanın dim imtahanından aldığı ballara verilmişdir. Buna görə Musanın bir öncəki imtahana görə ən çox hansı imtahan balını artırmışdır? Birinci imtahanda deməli bir öncəki imtahanı deyir. Bir də ondan qabağı imtahan verməyib. Ona görə bir variantlarda ola bilməz ki, onsuz da verməyib. Aha, doğrudur. Nəyə görə? Çünki deyir ki, öncəki imtahana görə. İkinci imtahanda əvvəlkindən nə qədər bal çox toplayıb baxaq. Əvvəl toplamışdı 300, ikinci imtahanda isə nə qədər topladı? 350. Yəni 300-dən 350-yə qaldı. Nə qədər onda çox toplayır? 350-dən 300-ün çıxanda 50 artıq çox toplayır. Üçüncüsünə baxaq. Deməli, ikincisində 350 idi. Üçüncüsü imtahanda isə əksinə aşağı düşürdü. Artırmaq əvəzinə nə oldu? Aşağı düşdü. Balı azaldı. 3-də 2-dən aşağı düşür. Buradan aşağı düşür. Balı nə qədər azalıb? 50 çox. Bax, burada 50 çoxdur. Üçüncüsündə isə 350 çıx 320. Əksinə nə olur? 30 azaldır. Az olur. Ümumiyyətlə heç çoxalmır. Yəni heç buna baxmırıq. Ən çox deyir biz. Sonra keçdik dördüncüsünə. 4-də isə nə deyir? 3-də gəlmişdi neçəyə? 320-yə. Bax, buradaydı artıq. Dördüncü imtahanda isə qalxdı neçəyə? 380-ə. 380-ə qalxırsa 380-dən çıxanda 320-sin yerdə qalır 60 çox. Bal toplayın. Beşincisinə baxırıq. 5-də isə deməli. Artıq buradaydı 380-də idi. Dördüncüsündə. 5-də isə 380-dən 400-ə qalxdı. Balın nə qədər artırdı? 400-dən 380 çıxanda 20 çox. Bizdən nəyi soruşur? Bizdən də deyir ki, hansı imtahanda ən çox soruşur? Ən çox hansındadır? 60. Yəni 4-cü imtahanda əvvəlki imtahana, yəni öncəki əvvəlki imtahandan daha çox bal toplayıb. 71-də cavabımız oldu D variantı. Keçək növbəti suala. 72-ci suala baxırıq. Qrafikdə bir tamaşaya 4 ay boyunca gələn tamaşaçı sayı verilmişdir. Buna görə bu tamaşaya 4 ayda ortalama neçə tamaşaçı gəlmişdir? Ortalama deyəndə, yəni ədədi ortasını bizdən soruşur. Ədədi ortanı da necə tapırdıq? Verilən ədədlərin cəmi sayına bölürdük. Yanvarda nə qədər tamaşaçı gəlib? 81. Üzərinə gəl. Fevralda 75. Üzərinə gəl 75. Martda nə qədər gəlib? 95. Üzərinə gəlsin. Apreldə nə qədər gəlib? 81. Bunların cəmi deməli 1, 5, 5, 11, o da bir 12. Bir yadda 8, 8, 16, 7, 20, 9, 30. Deməli ki, o da bir 33. Cəmi 332 nəfər. Neçə aydır? Yanvar 1, fevral 2, mart 3, aprel 4 ay. 332-ni onda bölərək 4. 8 dəfə, 12, 3 dəfə. Ortalama 83 nəfər tamaşaçı gəlib. 72-də cavabımız oldu B. Keçək növbəti suala. 73-cü sualda. Aşağı qrafik hələ səhv düşüb. Bir qrupdakı işçilərin sayı və çəkiləri göstərir. Bu qrupdakı işçilərin orta çəkisini, yəni ədədi ortasını tapın. Burada bir şey qeyd edim ki, yoldaşlar. Yəni burada 60-ı 8-ə vurub, 65-i sonra 2-yə vurub, 70-i 4-ə vurub, hər birini vurub ümumi çəkilərin cəmini tapıb, toplayıb saylarına, buradakı saylar hansılardır? Məsələn, 10-dan 1-dən götürəcəksiniz, 8-dən 2-dən ümumi 18, 18 o da 8, 26 o da 4, 30, 34, o da 4, 38. 38 sayına bölüb cavabı tapa bilərsiniz. Təxmini indi burada belə hesabladıq. Amma daha rahat yolu necədir? Baxın, burada qrafik onsuz ilə verilib. Həll etmə ehtiyac yoxdur. Niyə həll etmə ehtiyac yoxdur? Baxın, 12 nəfər ümumi say. 12-nin ədədi ortası neçədir? Yəni yarısı. Yarısı neçəyə düşür? Yarısı düşür 6-ya. Bu formada fikirləşir. 60 nəfərdən 90 nəfərə qədər. Bunların yarısı nə qədərdir? 90-dan çıx 60, yarı deyəndə. Böl 2-yə düşür 15. İstəyir 60 üstə 15 gəlin. İstəyir 90-dan
Çıxın 15-in cavab eləyir neçə? 75. Yəni biz hara baxmalıyıq? 75. Fikir verin. 8 və bu da 8. 90-la 60-ın yarısı. Ortaya düşdümü? Düşdü. Və ya buraya baxaq. 70, 80. Yarısı neçə eləyir? 70 və 80 aradakı və 80-dən çıxanda baxın burada göstərirəm. 80 çıx 70 bölü 2 düşür 5. 70 üstələ 5 yəni də 75. 80-dən də 5 çıxanda 75. Eynən. Və yaxud da 65 və 85-ə baxın. 85-in 65-in çıxanda 22-yə böləndə 10. 65 üstələ 10 gələndə 75. 85-dən də 10 çıxanda 75. Hər dəfə hara düşdü? Ortaya düşdü. Düzdürmü? Yəni elə bunların ilə ədədi ortası neçədir? Elə ədədi ortası 75-dir. Və ya əvvəlki qayda ilə dediyim kimi də tapa bilərik. Sadəcə qrafik onsuz elə verilib ki, burada həll etməyə ehtiyac yoxdur. Keçək növbəti suala. 74-cü suala baxırıq. Tablodakı havanın temperaturunu göstərən ədədlərin medianı 24 dərəcədir. Buna görə çərşənbə günü havanın temperaturu neçə dərəcə ola bilər? Çərşənbə günü yazırıq x. Median necə tapılırdı? Verilən ədədlər kiçikdən böyüyə doğru düzülürdü. Ən kiçiyi neçədir? 21. Yazırıq 21. Sonra gəlir 23. Sonra gəlir 24. Sonra gəlir deməli 28. Sonra yenə də 28 və sonda da 30. Deyir ki, verilən ədədlər cüt saydadırsa, məsələn 6 gün göstərilsəydi, çərşənbə günü tutaq ki, heç göstərilməyib. Cüt saydadırsa, ortadakı 2 ədəd toplayardıq. Yəni 24 ilə 28-i toplayıb 2-yə bölərdik, deyərdik median 26-dır. Amma bizə deyir ki, median 24-dür. Yəni buradakı 24-dür. Tək sayda olanda isə 7 gün daxı, ümumi 7 ədəddir. 7 ədədsə deməli 3 ədəd solda, 3 ədəd sağda qalır. Və ortadakı ədədi biz nə götürürük? Median götürürük. Yəni 3 ədədi sağda qaldı. 3 ədəd də harda qalmadı? Solda. Çünki median neçədir? 24. Həmin buradakı 24, bu 24. Deməli onda 3 ədəd də harda olmalıdır? Solda olmalıdır. Həmin o çərşənbə x gün, yəni x sol tərəfə düşməlidir. Bura düşməlidir. X sol tərəfə düşməlisə nədən kiçik olmalıdır? 24-dən kiçik olmalıdır. 24-dən də kiçik cavab variantlarında hansıdır? Cavabımız olur Y variantı 74-cü sualdır. Keçək növbəti suala. 75-ci suala baxırıq. Aşağıdakı uyğun qrafikdə yaşları cəmi verilənlər ata, ana və oğuldur. Qeyd olunmuş sual işarəsinin yerinə uyğun cavab variantını qeyd edin. Atanın yaşını A yazaq, ananın yaşını B, oğlun yaşını C. A üstə C. Ata A, ana B, oğul C. Ata A, oğul, daha doğrusu anadır bu. Ana B, oğul C. Və bunları yazsaq, deməli A üstə B. 3 bucaqda neçə göstərirəm? A üstə B, 3 bucaq 56. A üstə gəl B bərabərdir 56-ya. Sonra kvadratdan ana və oğul. Deməli B üzərinə gəl C bərabərdir 30-a. Dairəvi ata və oğul, yəni A üzərinə gəl C, bu da bərabərdir neçəyə? 34. 34. Bizdən rombu. Yəni ata ilə ananı topla və oğlu çıx. Ata və ananın yaşları cəmi biri. Yəni burada qeyd olub 3 bucaqda. Neçə idi? 56. Ata üstə gəl ana, yəni ata və ananın artıq biz yaşları cəmi onsuz bilirik axı. Bizə hazır verib də. 3 bucağın içində vermiş. Neçə idi yaşları cəmi? 56 idi. Baxın burada. Yəni 56 çıx oğlun yaşını bax burada çıxılsın. Oğlun yaşı nədir? C. Yəni 56 çıx oğul. Oğlun yaşını biz burada tapmalıyıq. Onda biz bunları tərəf-tərəfə toplasaq, edər 2A, üzərinə gəl 2B, üzərinə gəl 2C bərabərdir. 56, 34, 90, o da 30, 120. 120-ni hər bir 2-yə bölsək, A üzərinə B, üzərinə gəl C bərabər olar 60. Yəni üçünün oldu yaşları cəmi. Bizdən isə ata üstə gəl ana, yəni A üzərinə gəl B, çıx oğul. C-ni soruşur bizdən. Biz C-ni tapmalıyıq. C-ni hardan taparıq?
A üstə gəlib B-ni bilirik axı. Ata ilə ananın yaşları cəmi neçədir? 56. Bunda bunun yerinə 56 qoysaq, oğlun yaşı necə tapalım? 60-dan çıxanda 56-sın. Onda C bərabər olur neçəyə? 4. Oğlun da deməli 4 yaşı varmış. Bizdən də soruşdu, A üzərinə gəl B çıx C. A üzərinə gəl B-nin yerinə neçə qoyuruq? 56-nı qoyuruq. C-nin yerinə neçə qoyuruq? 4-ü qoyuruq. 56-dan da çıxanda 4-ün cavabımız edir 52. Y variantı 75-ci sual. Keçək növbəti suala. 76-cı suala baxırıq. Qrafikdə əriməkdə olan şamın uzunluğu zamana görə nə? Əriməsi göstərilmişdir. Neçənci dəqiqədə şamın uzunluğu 32 sm olar. Yəni 40-dan tutaq ki, düşəcək neçəyə? 32-yə. Bu da neçəyə uyğun gələcək bilmirik. 32. 40-dan 32-yə gəlməsi üçün nə qədər əriməlidir? 40-dan çıxanda 32-si yerdə qalır 8. Yəni 8 sm əriməlidir. Ümumi 40 uzunluq, yəni 40 sm 30 dəqiqə ərir. 40 sm 30 dəqiqə əriyirsə, bəs 8 sm əriməsi üçün nə qədər vaxt keçməlidir? Bilmirik. Onda olacaq 8 vur 30 böl 40-a x-i tapaq. 240, 240-ı da 40-a böləndə cavabımız edir 6 dəqiqə sonra. Yəni 40-dan 32-yə düşməsi üçün 8 sm yanmalıdır. 40-dan 32-ni çıxdıq və qrafikdə göstərildiyi kimi 40 sm 30 dəqiqə yanırsa 8 sm-də x olur. Çarpaz vurub böldükdə cavabımız olur 6 dəqiqə. Keçək növbəti suala. 77-ci suala baxırıq. Şəkildə cismin məsafə və zaman qrafiki verilmişdir. Cismin sürəti saatda neçə kilometrdir? Həm saata çevirməliyik, həm də sonda nəyə? Kilometr. Burada isə zaman saniyə ilə verilib, məsafə isə metrlə verilib. Yəni 18 saniyə neçə metr gedir? 25 metr getmiş olur. Və saatda soruşursa, biz 1 saatı neçə saniyədə onu tapaq? 1 saatımız 60 dəqiqədir. 60 dəqiqə və hər dəqiqəmizdə 60 saniyə olduğuna görə 60 vur 60-a bu da bərabər olur 3600 saniyə. 18 saniyə 25 metr isə 3600 saniyə neçə metr gedər? X. Bunda 3600-ü vuraram 25-ə, bölərəm 18-ə. 18-ə böldükdə deməli 200, 25-ə vurduq, bu da edir 5000 metr. Amma bizdən nə ilə soruşurdu? Kilometrlə. 5000 metrdə neçə kilometrdir? 1 kilometr 1000 olduğuna görə. 5000 də bölürük 1000-ə. Cavabımız olur 5 kilometr böl saat. 77-də cavabımız oldu A variantı. Nə etdik? Saatı saniyəyə çevirdik, metri də kilometr. Keçək növbəti 78-ci suala baxaq. 78-də isə bizə deyir. Qrafik hovuzla olan suyun zaman keçişlə boşalmasını göstərir. 12 dəqiqə sonra hovuzda neçə ton su qalır? Deməli 120 ton, yəni 120 metr nə qədər? 1 saat ərzində boşalır. 1 saatımızda neçə dəqiqədir? 60 dəqiqə. Onda 1 dəqiqə nə qədər olur? 120-ni böləndə 60-a cavab eləyir 2. Yəni 1 dəqiqə 2 kubmetr boşalır. Bəs 12 dəqiqə nə qədər olacaq? 12-ni vuracağında 2-yə cavabımız edəcək nə qədər? 24 kubmetr. Yəni 24 kubmetr nə oldu? Boşaldı. Bizə sual verib, neçə ton su qalar deyir. 120 idi. 120-dən çıxanda 24-ün nə qədər qalacaq? 96 kubmetr qalmış olacaq. Yəni 78-də cavabımız oldu A variantı. Keçək növbəti suala. 79. Diaqram şamın uzunluğunu zamana görə dəyişməsini göstərir. Buna görə şam neçə saata tamamilə əriyir? Baxırıq ki, bu 6 saat ərzində zamanı burada göstərir. 75-dən 45-ə düşür. Nə qədər əriyib? 75-dən çıxaraq 45-in yerdə qalır 30. Yəni 30 sm 6 saata əriyib. 1 saat onda nə qədər əriyir? 30 sm böləndə 6-ya düşür 5. Yəni 1 saata 5 sm əriyir. Və bizdən soruşur ki, buna görə şam neçə saata tamamilə əriyir? Şamın ümumi uzunluğu nə qədərdir? 75-dir.
Hər saatda 5 əriyirsə, ümumi neçə saat əriyəcək? 75-i böləndə 5-ə cavabımız eləcək 15 saat. 79-da cavabımız oldu Y variantı. Keçək növbəti suala. 80-ci suala baxırıq. Diaqram şamın uzunluğunun zamana görə dəyişməsini göstərir. Buna görə əriyən şamın uzunluğu neçə saata 4 santimetrə çatar. Baxırıq ki, burada 4 saat ərzində, həmin 4 saat zaman ərzində 28-dən 12-yə düşür. Yəni nə qədər əriyir? 28-dən 12-sini çıxanda qalır 16. 16 santimetr 4 saata əriyib 16-nı böləndə 4-ə düşür 4 santimetr. Yəni 1 saata 4 santimetr əriyir. Bizə deyir ki, uzunluğu 4 santimetrə çatar. Məsələn, artıq gələr 4 burada yerləşir. Neçə saat sonra bu hadisə olar? Yəni artıq bu dəfə nə qədər əriməlidir? 28-dən, ümumi uzunluğu 28-dir axı. 28-dən 4-ə düşməsi üçün 28-dən çıxanda 4-ü yerdə qalır 24 santimetr. 24 santimetr əriməlidir. Hər 1 saata da 1 saat. Hər 1 saata da 4 santimetr əriyək. 24 santimetr əriməsi üçün neçə saat keçməli? 24-ü 4-ə böləndə bu deyilir 6 saat. Yəni 80-ci sualda cavabımız olur B variantı. Keçək növbəti suala. 81. Cədvəl bir şirkətdə işləyənlərin sayını, cinsiyyətini və yaşını göstərir. Şirkətdəki 28 yaşındakı kişi işçilərin sayını göstərən diaqram aşağıdakılardan hansıdır? Baxın, bu necə ki diaqramı 3 hissəyə bölmürdü. Yəni bunu yaşa görə bölür. Tutaq ki, bu A qrupu yaşı, bu B qrupu, bu C qrupu. Belə fikirləşə bilərsiniz. Bu 27, 28, 29 sizi çaşdırmaz. Yəni həmin o dairəvi qrafiki neçə yerə bölməlidir? 3 yerə, tutaq ki, belə göstərək, 3 yerə bölməlidir. Bu 28 yaşındakılar, bu 27 yaşındakılar, digəri isə bu isə 29 yaşındakılar. Çünki 3 yaş qrupu var. Ümumi insanların sayı nə qədərdir? İnsanların sayı deməli. A qrupunda, yəni 27 yaşı olan qrupunda 6 kişi, 5 qadın. 28-də 8 kişi, 10 qadın. 29-da 10 kişi və 9 qadın. Cəmi nə qədər edir? 11, 19, 29, 39, 39, 48. Və dairəvi diaqramda birinci dərəcədə 360 dərəcə. Bu bizim yadımızda qalsın. Tənasibi qura bilərsiniz. Baxın, tənasibdə də 48 360 dərəcədirsə, 28 yaşındakı kişilər, 28 yaşında kişilər bax bunu. Kişi 28 yaş, 8 nəfərdir. 48 360 dərəcədirsə 8 neçədir? X. Bu formalara qura bilərik və yaxud da 8 ümumi sayın, yəni 48-in hansı hissəsidir? 48-də 8, 6-da 1 hissəsi. Ümumi bunlarda dairəvi diaqramda göstərəndə 360 dərəcədir. 6-da 1 360-ın hansı hissəsidir? 6-ya bölünər, bu deyilər 60 dərəcə. Yəni 60 dərəcə göstərilməlidir. 60 dərəcə cavabı Y variantı 81-ci sualdır. Keçək növbəti suala. 82-ci suala baxırıq. Qrafik uzunluqları eyni olan iki şamın zamana görə dəyişməsini göstərir. Buna görə bu iki şam eyni anda yandırıldıqdan neçə saat sonra birinin boyu digərinin 3/1 olar. Uzunluğu nə qədər verib? 30. 36-ya böləndə 5, 34-ə böləndə 7,5. Hər dəfə nə qədər yanır? 30 böl 5-ə 6, 30 böl 4-ə bərabərdir 7,5. Neçə saat keçməlidir? Bilmirik. Tutaq ki, 2 saat. Hər saatda 6 yanırsa, 2 saatda bu eləyir 6x. Yəni 30 çıx 6x olur. Digəri isə hər saatda 7,5 yanırsa, x saatda 7,5x yanacaq. Yerdə nə qədər qalacaq? 30 çıx 7,5x. Yerdə bu qədər qalacaq. Birinin boyu digərinin 3/1 olar. Yəni biri digərindən 3 dəfə çox. Və yaxud da böyüyün 3/1 kiçiyə bərabər olmalıdır. Təbii ki, bir ədəddən 6 çıx və yaxud da 7,5 çıx. Hansı daha böyük olar? 6 çıxanda daha böyük olardı. Yəni 30 çıxılsın 6x-in 3/1 bərabər olmalıdır. 30 çıxılsın 7,5x-in. Bu formada da həll edə bilərsiniz. Bax, tənli həll edib x-i tapa bilərsiniz. Daha rahat yollarından biri kəsirsiz olsun deyə. Uzunluqları eyni. Bu şam məsələsində qrafikdə hansı ədəd verilirsə verilsin, heç bir fərqi yoxdur. Uzunluqlar eyni deyirsə, 30 demir. Necə ki, xəyal ədədlə həll edilmir. Daha bölünən ədəd, yəni 4-ə və 6-ya bölünən ədəd. Götürün uzunluğu 24. İstəyir 48,
İstəyir götürün, tutaq ki 72 və sair. Neçə istəsəz götürə bilərsiniz. Daha rahat ədəd götürürük ki, kəsirsiz olsun deyə. Və yaxud da üstə də qeyd etdiyim bu tənlinin ardından davam edib x-i tapa bilərsiniz. Məsələn, uzunluq olsun neçə? 24. 24-ü bölərəm 4-ə düşər 6. 24-ü bölərəm 6-ya düşər neçə? 4. Neçə saat keçir? Yenə də bilmirəm. X yazıram. Hər saatda biri 24 çıxılsın 6x. 6x-i yanacaq deyə mən 24 çıx 6x-i yerdə qalır. Digəri isə hər saatda 4 yanır. X saatda 4x-i yanacaq. Yerdə qalan 24 çıx 4x olmuş olacaq. Birinin boyu digərinin 3/1. Yəni böyük olan təbii ki 24 çıxılsın 4x. Yəni daha kiçik ədəd çıxır da. Kiçik ədəd çıxanda böyük qalır, böyük ədəd çıxanda kiçik. Yəni 24 çıxılsın 4x-in 3/1-i belə də göstərək. 3/1 hissəsi bərabər olmalı digər. Və bu tənliyi həll edək. Hər tərəfin vurarıq onda 3-ə. Bu tərəfi də vurarıq 3-ə. Kəsirdən azad olsun deyə. Buradakı 3-lər ilə bir-birinə getdi. 1 qaldı, biri də hər hansı bir ədədin özünə vuranda, ədədə vuranda daha doğrusu özü alınır. Yəni 24 çıx 4x bərabər olmuş olur. 3-ü 24-ə vuranda 72, 3-ü 6-ya vuranda 18. 72, 24. 24 sağ ikisinə çıxma olur. 72-dən 24-ün çıxanda yerdə qalır 48, mənfi 4x. 18 sağ ikisinə toplam olur. Yəni üstə gəl 18x olur. Böyükdən kiçik çıxır, böyüyün işarəsini yazırıq. 18-dən 4-ün çıxanda 14x. 48 bərabərdir 14x-a. X ilə tapı açın. 48-i bölməli 14-ə. Hər biri bölünər. Deməli 2-yə böl 2. 14-ü 2-yə böləndə 7, 48-i 2-yə böləndə 24. Cavabımız oldu neçə? 7-də 24. Yəni Y variantı. Mən xəyali olaraq 24 götürdüm. Ya da üstə qeyd etdiyim kimi həmin tənliyin ardından davam edib x-i tapa bilərdiniz. İstəsəz 4-ün 6-ya bölünən 12-də götürə bilərdiniz. 48-də, 72-də, 144-də və s. Heç bir fərqi yoxdur. Eyni cavabı almış olacağıq. Keçək növbəti suala. 83-cü suala baxırıq. Nurlan ilə Hafiz 100 kvadrat metr bir divarı bərabər 20 gündə rəngləməlidir. 20 gündə rəngləməlidirsə, hər gündə nə qədər? 100-ü böləndə 20-yə düşür 5 kvadrat metr. Yəni gündə 5 kvadrat metr rəngləməlidir. İkisi bərabər işə başladılan 12 gün sonra. 12 gün keçirsə hər gün 5 kvadrat metr rəngləyirik. 12 günə qədər 12-ni 5-ə vuranda bu eləyir 60 kvadrat metr rəngləyilir. Deməli 12 günə 12 gün qrafikdə necə göstərilməlidir? 60 göstərilməlidir. Bir yadımızda. Sonra isə nə deyir? Nurlan işi tərk edir və qalan işi Hafiz tək başına 18 günə tamamlayır. 12 günlük iş görülmüşdü axı. Qalan iş deyirsə, onda olacaq 12 üzərinə gəl 18 gün. Cəmi neçə gün edir? 30 gün etmiş olur. Qalan işi deyirsə, qalan işdə ümumi 100 kvadrat metr rəngləmə deyil, həmin 30-cu gündə də 30 günə də neçə olmalıdır? 100 olmalıdır. Bax, bunlar bizim yadımıza qalsın. 12-yə 60, 30-a isə 100 olmalıdır. Və bizdən də qrafiki soruşur. Baxın, burada yazıb 20, xeyr, 20 deyil. Çünki birinci 12 gün işləyiblər. Tərsə bu 12 ilə bəs eləyir. Bax, burada 12-ni götürəndə C-də 18 yazıb. 18 deyil, 12 gün işləyiblər. Qaldıq B, D və Y arasında. E-də baxın, 12-yə 80 yazıb. 12-yə 80 yox, 12-yə günə 60 işləmişdilər. D-də də 12-yə 80 yazıb. 80 yox, 12-yə 60. Baxın, B variantı 12 60-a doğrudur. 30-da isə 100-ü tamamlayırlar. Doğru. Deməli, cavabımız oldu 83-də B variantı. Keçək növbəti suala. 84-cü suala baxırıq. Qrafik bir bitkinin boyunun zamana görə dəyişməsini göstərir. Buna görə 5-ci ilin sonunun bitkinin boyu neçə desimetr olar? Baxın, 1 ilə deməli 8-də əkəndə bitkinin öz boyu ilə nə qədərmiş? 8 desimetrmiş. Və 1 il keçib 8-dən 12 qalır. Bu hissə əkiləndə olan hissədir. Bu 8-i yadda saxla. Bu bitkinin özü idi. 8-dən 12-yə, 12-dən çıxanda 8-in 1 ilə neçə desimetr artıb? 4 desimetr artıb. Bəs 5 ilə nə qədər artacaq? 5-i vuranda 4-ə bu deyilir 20 desimetr
artım. Baxın, bu artımdır. Gelib 20 cavabını götürmürük. Bizə deyir ki, boyun neçə desimetr olar? Əkiləndə onsuz bu 8 desimetr var idi da. 20 desimetr də artacaq. Baxın, yəni buradan bura qədər 20 desimetr artacaq. 8 də onsuz burada var idi. Ümumi boy onda nə qədər olacaq? 20 və 8, boyun uzunluğu olacaq 28 desimetr. Yəni 84-də cavab oldu. D variantı. Keçək növbəti suala. 85-ci suala baxırıq. Qrafikdə A və B bitkilərinin zamana görə boylarının dəyişməsi göstərilir. Buna görə 10 il sonra bitkilərin boyları arasında fərq neçə metr olar? Birinci baxırıq. Deməli, burada kəsişən nə üçün? A üçün. A üçün baxaq. A deməli 3 ilə zaman üçün. 3 ilə A hardan başlayıb? Ana xəttin baxın buradan göstərin. 3 ilə 1-dən qalxıb neçəyə qədər? 4-ə qədər. Yəni əkiləndə onsuz 1 var. 1-dən 4-ə qədər qalxıbsa, boyu nə qədər artıb? 4-dən çıxanda 1-in, bu deyilir deməli 3. Bu qədər artdı, düzdürmü? 3 ilə 3 metr artdısa, 1 ilə nə qədər artır? 3-ü böləndə 3-ə düşür 1 metr. 1 ilə 1 metr artdı. 10 il sonra deyirdi. 10 ilə nə qədər olacaq? 10-u vuranda 1-ə, bu deyilir 10 metr boyu olmuş olacaq. Bu oldu A-nın boyu. İndi B üçün baxaq. B-də deməli 5 ilə nə qədər olub? 5 olub. Və neçədən 5-ə qalxıb? B-yə baxın buradan. 2-dən qalxıb 5-ə. Əkiləndə boyu elə 2 metrmiş. 2-dən 5-ə neçə metr artıb? 5-dən çıxanda ikisi 3 metr artıb. Yəni 5 ilə 3 metr artırsa, 1 ilə nə qədər artır? Tapmaq üçün 3 metri bölməliyəm nəyə? 5-ə. Bölüb burada indi cavabı da tapa bilərsiniz. 0,6, sonra 10-a vuranda elə 6 və yaxud da 10 ildən sonra demirdi. 1 ilə 5-də 3 metrsə 10 ilə nə qədərdir? 5 ilə 10 ixtisar gedər 2, 2 üçün 6 metr. Belə də tapa bilərsiniz. Və yaxud da 3-ü 5-ə böləndə 0,6, 0,6-nı 10-a vuranda yenə də cavabımız oldu 6. 10 il sonra da B-nin boyu oldu 6. Boylar fərqidir. A 10, B 6. Ondan 6-sını çıxanda boylar fərq edəcək 4. 85-də cavabımız olur. D variantı. Keçək növbəti suala. 86. Qrafikdə dolu bir hovuzun zamana görə boşalmasını göstərir. Bu qrafikə görə hovuzun yarısı neçə tondur? Baxın, deməli, hovuz boşalıb 3 saata K-dan düşüb 27-yə. Bu 3 saat ərzindədir. Və 3, 12. Neçə saat var? 12-dən çıxanda 3-ü, bu eləyir 9 saat. Həmin bu 9 saat ərzində də 27-dən aşağı düşüb. Yəni 0 artı boşalıb bitib. 27 9 saata boşalırsa 27 kubmetr. 1 saata nə qədər boşalır? 27-ni böləndə 9-a düşür 3 kubmetr. Yəni 1 saata 3 kubmetr boşalır. Həmin bəs bu 3 saat ərzində nə qədər boşalmışdı? K-dan 27-yə qədər olan hissə. Hər saatda 3 kubmetr boşalmır. 3 saatda nə qədər boşalacaq? 3-ü 3-ə vuranda bu deyilir 9 kubmetr. Yəni həmin bu hissə 27 ilə K arası nə qədərdir? 9-dur. Onda ümumi nə qədərdir? 27 1, 9-da 1. Cəmi onda deməli 36-ymış. Bizdən də yarısı soruşur. 36-nın yarısı 36-nı böləndə 2-yə düşür 18. Cavabımız olur C variantı. 87-ci suala baxırıq. Dairəvi diaqramda həftə sonu bölgələrə səyahət edən sərnişinlərin paylanması təsəvvür olunmuşdur. Gəncə Daşkəsən zonasına girənlərin sayı, Gəncə Daşkəsən zonası budur. Yəni 14-də 4-dür bu sayı. Şəki Zaqatala və Dağlıq Şirvan zonasına girənlərin ümumi sayına bərabərdir. Şəki Zaqatala və Dağlıq Şirvan zonasına girənlərin ümumi sayına bərabərdir. Yəni 14-də 4 hissəsi bərabərdir. Dağlıq Şirvan 14-də 1 hissəsinin üzərinə 270. Bunların ümumi sayına, yəni cəminə bərabər. 14-dən 14-də 1-in çıxanda, deməli onda 14-də 3 hissəsi bərabərdir 270-ə. Və sonda ümumi cəm nə qədərdir? 270-i bölərək 3-ə, vurarıq 14-ə. 270-i 3-ə böləndə 90, 90 da vurarıq
14'ə 0 yazırıq. 9 4-ün 36, 9 1-in 9, o da 3, 12. 1260 nəfər etdi ümumi. Və bizdən nəyi soruşur? Bizdən soruşduğu Lənkəran, Astara və Dağlıq Şirvan zonalarının gedənlərin sayını, ədədi ortasını tapın. Baxaq. Hansı hissələr? Gəncə, Daşkəsən. Bunları silək, bircə saniyə. Buradakı hissəni də tapa bilərik əslində. Ümumi 1260 etmədi. 270 bunun hansı hissəsidir? 1260-da 14'də 1-i. Şirvan, Dağlıq Şirvan tapaq. 1260 14'də 1-i 14'ə böləndə düşəcək nə qədər? 90. 90 nəfər burada. 14'ə böləndə 90, 90'ı 4'ə vuranda 360 nəfər burada. 14'ə böldük 90, 3'ə vuranda 270 nəfər burada. 90 nəfər burada. 14'də 1-i 90'dır. 270 orada, x nəfər. Yəni Lənkəran, Astaranı da tapmasını etməliyik. 1260'dan onda biz çıxmalıyıq. 1260'dan çıxmalıyıq. Bir çıxaq. 361'in 1260 ümumi sayı. 360 Gəncə, Daşkəsən. Çıxılsın 270 Quba, Xaçmaz. Çıxılsın 90 Dağlıq Şirvan. Çıxılsın 90 Mərkəzi Aran. Çıxılsın 270'də Şəki, Zaqatala. 90 90 180 270 270 540, o da 360 900. 900 üzərində 180 gələndə bu da eləyir 1080. Yəni 1260-dan çıxarıq 1080. 0 8 yerdə də qalar 180. 180 nəfərdə olar burada. Hər birinin sayını tapıb qeyd etdik. Bizdən nə soruşur? Gəncə, Daşkəsən. Gəncə, Daşkəsən. Gəncə, Daşkəsən. Baxaq. Aha, burada 360. Sonra Lənkəran, Astara 180. Sonra isə Dağlıq Şirvan. Dağlıq Şirvan 90. 90'ı gəldi. Bunların sayının ədədi ortası deyəndə verilmişdi. Yəni 3 ədədi topladı. Bölməli neçəyə? 3-ə. 270, 360 toplayanda bu eləyir 630. 630'da 3'ə böləndə cavabımız edir 210. Oldu C variantı. 87'də cavabımız oldu C variantı. Keçək növbəti suala. 88. Diaqramda məktəbin 4-cü siniflərində şarjlərin paylanması əks olunub. Bütün oğlanların 4'də 3 hissəsi futbolla, qızlar isə 5'də 2 hissəsi bədi jimnastika ilə məşğul olmaq istədiyini deyir. Bu iki idman növü ilə cəmi neçə nəfər məşğul olmaq istəyir? 4A sinifində oğlanların sayı qara rəngindən göstərilib, qızların sayı isə açıq rənglə. 4A sinifində oğlanların sayı nə qədərdir? 12. Üzəri gəlsin. 4B sinifində oğlanların sayı 12 və 14'ün arasında 13. Üzərinə gəlsin. 4C'də 18 və 16 arası 17. Üzərinə gəlsin. 4D'də isə oğlanların sayı 18. 17, 18, 15, 12, 13, 25. 35, 25. Cəmi etdi 60. 7, 8, 15. Bəli. Cəmi etdi 60. Yəni oğlanların da 4'də 3 hissəsi, 60'ın 4'də 3 hissəsi böl 4'ə vur 3'ə. Bilir 45 nəfər. Keçək qızlara baxaq. Qızların da 5'də 2 hissəsi. Qızların sayını tapaq. Deməli qızlar 4A sinifində 18 nəfər. Üzərinə gəlsin. 4B sinifində 12 nəfər. Üzərinə gəlsin. 4C və 4D'də ikisində də eynidir. Gəlir 10 nəfər. Üzərinə 10 4C, üzərinə 10 4D. 18, 12, 30, 10, 10, 20 cəmi etdi 50 nəfər. Və 50'nin 5'də 2 hissəsi. 50 böl 5'ə vur 2'ə. 5'ə böldü 10, 12'nin 20. Bir dəfə nə yazaq? 20 nəfər də burada. Cəmi soruşur ki, neçə nəfər məşğul olmaq istəyir? 20 nəfər 1, 45 nəfərdə 1. 20 üstə gəlir 45. Cavabımız edir 65. 88'də cavabımız oldu C variantı. Keçək növbəti suala. 89-cu suala.
Aşağıdakı diaqramda 6 krantın hovuzun neçə saata doldurduqları ilə bağlı məlumat verilmişdir. 1, 3 və 6-cı krantlar hovuzun 2/1-ni neçə saata doldurarlar? Birincisi 4 saata doldurursa, 2/1 deyəndə yoldaşlar. Deməli burada 4/1, üçüncüsü 6/1, 4/1 üzərinə gəl 6/1, üzərinə gəl və 6-cı krant 10 saata doldurur. 10/1. Bunların cəmini tapıb, yəni bu bərabərdir x/1-ə. Bunların cəmi, bunlar üçün ortaq məxrəc neçədir? 60-dır. 60-a gəlməsi üçün 15-ə vurmalıyıq. 60-a gəlməsi üçün 10-a, 60-a gəlməsi üçün 6-ya. 15, 10. Bu eləyir 25 vur 6, 31. 60-da 31 bərabər olur x/1-ə. Çarpaz vursaq 31x bərabər olur 60-a. X-ə tapmaq üçün 60-ı bölməliyik nəyə? 31. Və 2/1-in deyir neçə saata doldurur. Bu tam hissəsini doldurmaları 31-də 60. 2/1-i nə qədərdir? Vurmalıyıq 2/1-ə. 2 ilə 60 ixtisar gedər. Qalar 30 böl 31-ə. Cavabımız olar B variantı. Bu yolla da yaza bilərsiniz. Və ya digər yolu əvvəlcədən 2/1-in tapıb. Əvvəlcədən 2/1. Yəni birincisi 4 saata doldurursa 2/1-i nə qədərdir? Yəni 4-ün 2/1-i. 4-ü 2-yə böləndə 2. Üzərinə gəl. 3 saatda, üçüncüsü daha doğrusu 6 saata doldurursa 2/1-i, 6-ın 2/1-i yarısı 3/1. 6-cısı da ümumi 10 saata doldurursa 2/1-i, 10-un 2/1-i bu da eləyir 5. 5/1. Bu formada da həll edə bilərik. Bərabərdir 2, 3, 5. Bunlar üçün ortaq məxrəc 30-dur. 30-a gəlməsi üçün 2-ni 15-ə vurmalıyam. 30-a gəlməsi üçün 3-ü 10-a vurmalıyam. 30-a gəlməsi üçün 5-də 6-ya vurmalıyam. Bərabərdir ümumi x/1. Və bu da eləyir 30-da 31 bərabərdir x/1-ə. Çarpaz vuranda yenə 31x bərabərdir 30-a. X-i tapmaq üçün 30-u bölürük 31-ə. Yenə də yeni cavabı tapmış olur. Yəni tapıb sonradan 2/1-ini tapa bilərsiniz və yaxud da 2/1-ini tapıb toplaya bilərik. Bu tip məsələni əlavə olaraq xəyalət edəndə göstərmişdik iş hovuz məsələləri. Xəyalət edəndə həll edə bilərdik. Xəyalət edəndə göstərək. Bir saniyə. Tam aydın olmuş olsun. Deməli biri 4, digəri üçüncüsü 6, 4, 6. 6-cı krant isə neçə saata olur? 10. Bir də 10. 4-ə 6, 4, 6, 10. Bunlar üçün bölünən ədəd 60-dır. Yəni istəsəz 120 götürərsiniz. İstəsəz 180, heç bir fərqi yoxdur. Məsələn, bunlar üçün götürək orta məxrəc olsun 120. 120-ni böləndə 4-ə birincisinin gücü olur nə qədər? 124-ə böləndə 30. Digəri 120-ni böləndə 6-ya gücü olur 20. Digərində də 120-ni böləndə 10-a gücü olur nə qədər? 12. Üçünün birlikdə gücü nə qədər olur? 30, 20, 50, 12, 62. Onda 120-ni xəyal olaraq 120 götürmüşdü axı hovuzun tutma. 120-ni onda bölməliyik neçəyə? 62. Hər biri ixtisar gedir neçəyə? Hər biri ixtisar gedir 2-yə. 2-yə böləndə 60. 2-yə böləndə 31. 31-də 60 ümumi doldurduqları vaxt və 2/1-in deyir neçə saata doldurur. 31-də 60 ümumi doldurduqları vaxtsa 2/1-i onda nə qədərdir? 2/1-ə vuranda 2 ilə 60 yenə ixtisar gedir. Cavab verir 31-də 30. Yəni xəyalət ediləndə eyni cavabı tapmış oluruq. Keçək növbəti suala. 90-cı suala baxırıq. Aşağıdakı dairəvi diaqram 3 dostun tətil müddətində xərclədiyi pul miqdarını göstərir. Tətildə Nurlan Nihatdan 10 manat çox xərcləmişdir. Nurlan Nihatdan 10 manat çox xərcləmişdir. Bunun dərəcəsini bura qeyd edək. Ümumi 360-dırsa 360 dərəcədən çıxırıq Nurlanı 140-ın və çıxırıq elmini 100 dərəcəsinə. Yerdə qalar neçə? 260-dan 140, 120 dərəcə. Deməli, Nihat da olur 120 dərəcə. İndi baxın bizə. Tətildə Nurlan neçə dərəcədə? 140. Nurlan Nihatdan 10 manat çox xərcləyib. Nihat neçədir? 120. Yəni 140-dan çıxanda 120 dərəcə. 20 dərəcə çox eləyir. 20 dərəcədə çox.
Bir də deyir ki, 10 manat çox. 20 dərəcə çox, həm də 10 manat çox. Onda 20 dərəcəni bölərəm 10-a, düşər neçə? 2 dərəcə. Yəni hər 2 dərəcə nə qədər yerləşirmiş? 1 manat yerləşirmiş. Hər 2 dərəcə 1 manat. İndi bizə nə deyir? 3 dost tətil boyu xərcəni bərabər bölüşdürmək üçün aşağıdakı variantlardan hansısı seçilməlidir? Bərabər bölüşdürmək necə olmalıdır? Bərabər bölüşdürmək o deməkdir ki, ümumi bu dairəvi qrafik nə qədərdir? 360 dərəcəni bərabər bölmək üçün 3 dostaq. Nurlan, Nihat elmi. Bölməliyəm 3-ə. Düşməli nə qədər? 120 dərəcə. 120 dərəcədirsə, burada Nihatın dərəcəsi 120 dərəcədir. Düzdürmü? Yəni Nihat heç nə etməli deyil. Nə üçün heç nə etməli deyil? Ona görə ki, hər birinə 120 dərəcəli bir pay düşür. Bu onsuz öz payını nə edib? Veribdir. Bununla bir işimiz yox. Yəni orada Nihatın adı çəkilməməlidir. Nurlanla elmi var. Nurlan elmi 140 dərəcə, bu da 100 dərəcə. Bərabər olması üçün nə olmalıdır? Hər biri 120 olmalıdır. 120 dərəcə Nurlan olmalıdır. 120 dərəcə də elmin. Bir-birinə bərabər olmalıdır. Yəni Nurlan Nihada neçə dərəcə verməlidir? 140-dan çıxıram 120 dərəcəsin, yerdə qalır 20 dərəcə. Yəni bu 20 dərəcə, Nurlan 20 dərəcə verməlidir ki, çünki 140-dan 20-sini çıxanda 100-ün üstünə 20 gələndə hər biri 120, 120 bir-birinə bərabər olmuşdur. 20 dərəcə keçməlidir. Hər 2 dərəcə də 1 manatdır, düzdürmü? 20 dərəcənin içində neçə 2 var? 20 bölü 2 vur 1-ə, bu da bərabər olur 10 manat. Bizdən nə soruşur? Hansı doğrulmadır? Yəni Nurlan elminə nə qədərə verməlidir? 10 manat verməlidir. Variantlar burada düşüb. Nurlan elminə 10 manat verməlidir. Bəli. Cavabımız olur 90-da D variantı. Bir daha təkrarıya necə həll etdi? Tam aydın olmuş olsun. Baxın, bərabər bölüşməsi üçün təkrar edək ki, qaranlıq qalan bir şey olmaz. Bərabər bölüşməsi üçün nə olmalıdır? Ümumi dairəvi deyirik ki, 360 dərəcə olur. 360-ı bölməli 3-ə, düşməli 120. Yəni hər biri nə qədər olmalıdır? 120 dərəcə olmalıdır. Nihat indi neçə dərəcədir? Onu tapmaq üçün nə etməliyik? 360 dərəcədən çıxdığı 140-ın həm də 100-ün. Yerdə nə qədər qaldı? 120 dərəcə. Yəni Nihat 120 dərəcədir. Və deyir ki, Nurlan Nihatdan 10 manat çox verib. Nurlan 140 dərəcədir. Bu isə 120 dərəcə. Niyə 10 manat çox verib? 140-dan çıxanda 120-sin 20 dərəcə çox olduğuna görə. 20 dərəcə çox olduğuna görə 10 manat verib. Onda 20-ni biz böldük, 20 dərəcə. 10-a böldük, düşdü neçə? 2 dərəcə. Yəni hər 2 dərəcənin içində nə qədər yerləşir? 1 manat yerləşir. Hər 2 dərəcənin içində 1 manat yerləşir. Və hər biri də 120 olmadı axı. 120 olması üçün 140-dan 120-sini çıxanda 20 dərəcə Nihat kimə verməli? Elminə verməli. Çünki elmin də 100 dərəcədir. Üzərinə 20 gələndə 120 olur. Nurlan elminə verməlidir. Nə qədər? 20 dərəcə. Onsuz biz burada tapmışdıq da 20 dərəcə 10 manat artıq və yaxud da hər 2 dərəcənin içində 1 manat var. Və 20 dərəcəni böləndə 2 dərəcəyə vurub 1-ə cavab edir 10 manat. Yəni ona görə Nurlan elminə 10 manat verməli. Yəqin ki, artıq aydın olmuş oldu. Keçək növbəti suala. 91-ci suala baxırıq. Diaqramda fabrikdə işləyən işçilərin sayları ilə yaşları arasında bağlılıq verilmişdir. Fabrikdə işləyən işçilərin orta yaşını müəyyən edin. Baxaq, deməli 20 yaşı olan 10 nəfər var. Onda yaşları cəmi nə qədərdir? Yəni 10-a bölüb 20 alıbsa orta yaşını. Onda 10-u vuracaq neçəyə? 20-yə. Üstələnsin. Sonra 5 nəfərin orta yaşı nə qədərdir? 30. 5 nəfərin 30-sa 5-i vuracaq 30-a yaşlar cəmi tapmaq üçün. Sonra üstələnsin. 20 nəfərin yaşı 40-dır. Sözü 20-ni vuracaq 40-a yaşlar cəmi tapmaq üçün. Üstələnsin. Sonra isə 25 nəfərin yaşları 50-dir. 25-i üstələnsin.
Vuracağıq 50-yə. Sonra üstə gəlsin. 15 nəfərin də yaşı 60-dır. 15-i vuracağıq 60. Bunlar bərabər olacaq. Ümumi yaşlar cəmi 3300. Və orta yaşda necə tapılır? Ümumi yaşlar cəmi bölürük saylarına. Saylar nə qədərdir? 25, 20, 15, 10 və 5. 15, 30, 50, 75. Yəni saylar cəmi 75. 75 nəfərin cəmi 3300 yaşı varsa, orta yaşı nə qədərdir? 3300-ü böləcəyik 75-ə, cavabımız eləcək 44. 91-ci sualda cavabımız oldu B variantı. Keçək növbəti suala. 92-ci suala baxırıq. Cədvəldə bir ölkədə istehsal olunan məhsullar verilmişdir. Verilən dairəvi qrafikdə göstərilərsə, doğru variant hansı cavabda yer almış olar? Ümumi məhsullara baxaq. Məhsullar cəmi nə qədərdir? Məhsullar deməli 10.800 buğda, üstərgənsin 3600 günəbaxa, sonra 14.400 qarğıdalı və 7200 pomidor. Cəmi edəcək 0, 0, 8 6, 14, o da 6, 22 yadda, 3 4, 7, o da 7, 14, o da 2, 16 bir yadda, 1 üstə 1, 2, o da 1, 3. Cəmi etdi 36.000 ton. 36.000 tondur. Dairəvi diaqramda biz deyirik neçə dərəcəli? Dairəvi diaqram 360 dərəcədir. Onda biz nə edəcək? 36.000-i bölərik 360 dərəcəyə. Hər dərəcədə nə qədər yerləşir onu tapaq. 36.000-i 360-a böləndə cavabımız edir, deməli düşər 100 də. Yəni hər bir dərəcədə 100 ton yerləşir. Bəs onda bunların dərəcələri neçəyə uyğun gələcək? Onda bir-bir bölsək, hər birini böləcək neçəyə? 100-ə. Çünki hər bir dərəcəyə 100 ton düşür. 10.800-ü 100-ə böləndə 2 sıfırlar gələcək 108 dərəcə. Sonra 3600-ü 100-ə böləndə sıfırlar gələcək 36 dərəcə. 14.400-ü 100-ə böləndə sıfırlar gedər 144 dərəcə. 7200-ü də böləndə düşər 72 dərəcə. İndi baxaq. Pomidor 72 dərəcə. Qarğıdalı 144 dərəcə. Günəbaxan 36 dərəcə. Və buğda isə 108 dərəcə. Cavabımız olacaq doğru variant B variantı. Keçək növbəti suala. 93-cü suala baxırıq. Aşağıdakı tabloda bir qrupdakı tərəfdar saylara verilmişdir. Əgər bunu dairəvi qrafikdə göstərsək, hansı cavab uyğun variant olar? Deməli, cəmi nə qədər baxaq? Fenerbahçe 72 nəfər, Galatasaray 18, Beşiktaş 36, Trabzonspor 9, Adana Demirspor 45. Cəmi bunlar nə qədər? 72, 18, 90, 36, 9, 45, o da 45, 90. Cəmi etdi 90 və 90, 180 nəfər. 180 nəfər. Ümumi dairəvi diaqram dedik ki, 360 dərəcədir axı. Onda 360 dərəcəni biz bölsək 180-ə düşər neçə? 2. Yəni hər 2 dərəcəyə 1 nəfər düşür. Hər 2 dərəcəyə 1 nəfər düşürsə, onda 72 nə qədər edəcək? Yəni Fenerbahçenin dərəcəsini tapmaq üçün etməliyik. Hər 2 dərəcəyə 1 nəfər düşür, düzdürmü? 72-ni onda vuracağıq. Hər 2 dərəcədə 1 nəfər varsa, 72 nəfər neçə dərəcə düşür? 72-ni 2-yə vuranda düşür 144 dərəcə. Galatasaray deməli 2-yə vuranda 36 dərəcə. Beşiktaş 2-yə vuranda 72 dərəcə. Trabzonspor 2-yə vuranda 18 dərəcə. Adana Demirspor 45-i 2-yə vuranda 90 dərəcə. Bunları hissəsi ilə də göstərsək, məsələn, Adana Demirspor 90 dərəcə 360-ın hansı hissəsi? 4də 1 hissəsi. 18 hansı hissəsi? 20də 1 hissəsi. 72 5də 1 hissəsi. 36 deməli 10da 1 hissəsi. Və sair bu formada göstərə bilərik hissələri. Onlara da bir-bir variantlara baxsaq, məsələn, A variantında yazıb Beşiktaş 5də 1 idi. Doğrudur. Trabzonspor 36 dərəcə. Trabzonspor 36 deyil, 18 A deyil. D variantında Galatasaray 90 dərəcə göstərib. Galatasaray 90 deyil, 2-yə vurdu 36-dır. B variantı deyil. Burada 18 göstərib. Doğru deyil. D variantı 8də 1 hissəsi xeyir, doğru deyil. Cavabımız uyğun gələcək deməli Y variantı. Beşiktaş deməli 72 dərəcə baxaq. Üstədə yazmışdıq ki, Beşiktaş 72 doğrudur. Və Galatasaray 36 doğrudur. Trabzonspor 18
Doğrudur. Və Adana Demirspor 90 dərəcə, bəli, doğru. Cavabımız oldu. Deməli, neçənci sualdır bu? 93. 93-də Y variantı. Keçək növbəti suala. 94-cü suala baxırıq. Dairəvi qrafikdə çəmənlikdə 280 heyvanın ayaq sayına görə bölünməsi göstərilmişdir. Buna görə neçə inək var? Baxırıq, indişkanın 2 ayağı var, ördəyin 2 ayağı var, toyuğun 2 ayağı var, qoyunun 4 ayağı var, inəyin 4 ayağı var. Yəni, sadəcə qoyun və inəklər ayaq sayı digərlərindən 2 dəfə çoxdur. Çünki 4 2-dən 2 dəfə çoxdur. Ona görə biz bu dərəcələri eyniləşdirmək üçün nə edirik? 60 dərəcəni bölərəm 2-yə, yəni 30 dərəcə kimi göstərə bilərəm. Çünki qoyunların ayaqlarının sayı hindişka, ördək, toyuq, bunların ayaqlarının sayından 2 dəfə çox olduğuna görə, ona görə dərəcəsi də 2 dəfə çox olur. Ona görə 2-yə böləndə öz dərəcəsini tapmış olur. Və eynən inəyin də. İnəyin də deməli 100 dərəcədir. Yəni digər hindişka, ördək, toyuqdan ayaqlarının sayı 2 dəfə çox olduğuna görə 2-yə bölsəm 100-ü, yəni normalda 50 dərəcədə göstərilməkdir. Yəni hər biri baş sayına görə göstərilsəydi, məsələn deyirəm, bu formada dərəcə göstərilmələri doğru olardı. Çünki hər birinin 2 ayağı nəzərə alınıbdır. İndi bizə nə deyir? Bizə deyir ki, buna görə neçə inək var? Dərəcələrə baxsaq, deməli hindişka 80 dərəcə, ördək 90 dərəcə, bu 170, 30 dərəcə toyuq 200, 30 dərəcə qoyun oldu, 230, 50 dərəcə inək oldu. Bu da oldu cəmi artıq 360 dərəcə yox, 280 dərəcəyə uyğun. Yəni 360 dərəcə yox, 280 dərəcə uyğun oldu. Və bizə demir ki, 280 heyvan var. Onda hər dərəcə nə qədər düşür? 280-i bölsəm 280-ə düşür 1. Yəni 1 dərəcədə bir deməli heyvan var. Və bizdən inəklərin sayını soruşur. İnəklərin də sayəsində neçə dərəcə uyğun olmalıdır? 50 dərəcə. Hər dərəcədə bir heyvan olduğuna görə 50-ni 1-ə vuranda cavabımız etdi 50. Yəni 94-cü sualda cavabımız oldu C variantı. Keçək növbəti suala. 95-ci sualda ümumi bizə qrafiklər verib və bizə deyir ki, nəyi tap? X plus Y-i tap. X görək harada yerləşib? X yerləşib burada düzbucağın içində. Və düzbucaqda bizdə nə verilib? Bunlara baxaq. Düzbucaqda verilib A vurulsun C, çıxılsın A vurulsun D, çıxılsın B vurulsun C, üstə gəlsin B vurulsun D. Bunları qruplaşdıraq. Qruplaşdıranda nədir? Buradakı ifadədə A vurulsun C, çıxılsın A vurulsun D. A-nı çıxardaraq kənara. Onlar deməli C çıxılsın D. Bu qrupda aşırmada isə B-ni çıxardaraq kənara çıxılsın B və işarələr dəyişəcək. Çıxılsın oldu axı. Bu toplama nəyə çevriləcək? Çıxmıyor. Olacaq C çıxılsın D. Və bu da bərabərdir. Bərabərliyi qoyduq. Və burada hər birində artıq ikisində də eyni olan nələr oldu? Mötərizələr oldu. Mötərizələr olduğuna görə mötərizəni çıxardırıq kənara. Olur C çıxılsın D. Artıq vurulsun. C çıxılsın D-ni çıxardan nə qaldı burada? Tərsi A qaldı. A. C çıxılsın D gələndə yerdə nə qaldı? Çıxılsın B. Bu oldu X-in ifadəsi. Yəni X-i indi tapaq. Və baxırıq ki, C çıxılsın D hardadır? Buradakı ifadədir. Və buna uyğun olan qiymət neçədir? 1-dir. Deməli, C çıxılsın D-nin yerinə neçə qoyacam? 1 qoyacam. 1 vurulsun. A çıxılsın B. A çıxılsın B ifadəsi buradadır və buna uyğun ifadə neçədir? 2. Deməli, oldu 2. 1 vur 2 bərabər oldu 2-yə. Yəni, X-in qiyməti oldu neçə? 2. İndi isə Y-in qiymətinə baxaq. Y dairəvi formada göstərilib. Bunda olacaq Y bərabərdir. Y-də necə yazıb? Y-də yazıb ki, A vur B bölünsün C vurulsun D. Bunu parçalayaram. Yazaram A bölünsün C vurulsun B bölünsün D şəklində saxlayaq. İndi baxaq. A bölünsün C. Niyə parçaladıq? Çünki bizdə A bölünsün C ifadəsi burada göstərilib. Və A bölünsün C nəyə uyğundur? 2-yə. Yəni A bölünsün C-nin yerinə nə qoyuram? 2 vurulsun. B bölünsün D ifadəsi də burada göstərilib. Bu da nəyə uyğundur? 2. Vurulsun 2-yə. 2 neçə eləyir? 4. Yəni buradan Y-in də qiyməti bərabər oldu 4-ə. Y oldu 4, X oldu isə 2. Bizdən X üstəgəl Y-in cəmi soruşurdu. 2 üstəgəli 4-ü cavabımız eləyir 6. 95-ci suallara cavabımız olur B variantı. Keçək növbəti suala. 96-cı suala baxırıq. Diaqramda müəssisənin aylara görə gəliri göstərilir. Bu göstəricilər dairəvi diaqramda təsvir edilərsə, may ayındakı gəlir neçə dərəcəlik bucaq ilə göstərilir? Ümumi baxaq.
Görək ki, cəmi nə qədərdir? Məsələn, mart ayında gəlir nə qədərdir? 10. Üzərin gəlsin. Apreldə 15. Üzərin gəlsin may ayında deməli 20. Üzərin gəlsin iyun ayında 15. Üzərin gəlsin iyul ayında isə 30-a uyğundur. 30. Cəmi bunları edəcək. 10, 15, 25, o da 20. 45, o da 15, 60, o da 30, 90. May ayında bunun hansı hissəsini təşkil edir? May ayına baxsaq, görərik ki, may ayında uyğun gəlir, deməli, may ayı 20-yə. Yəni, ümumi 90 cəmidi gəlir, bunun 20-si isə mayındır. 90-da 20, yəni 9-da 2-si mayındır. Dairəvi diaqramda dedik, neçə dərəcə olur? 360 dərəcə olur. Yəni 360 dərəcənin 9-da 2 hissəsi may ayına düşür. 360-ın da 9-da 2 hissəsini deyəndə, 9-da 2-ni 360-a vuranda, 9-dan 360 ixtisar edər 9-a. 40 qalar, 42-yə vuranda bu da edər 80 dərəcə. Yəni 96-cı sualda cavabımız edər A variantı. Keçək növbəti suala. 97-ci suala baxırıq. Cədvəldə bir idmançının fəaliyyətləri və bu fəaliyyətlər nəticəsində 2 saatda sərf etdiyi kalori miqdarları göstərilmişdir. Bu idmançı 1 saat A, 5 saat B fəaliyyəti ilə məşğul olarsa 890 kalori sərf edər. A və B aşağıdakılardan hansıdır? Burada 2 saatda göstərilib. Biz 1 saata görə tapaq. 200-ü 2-yə böləndə 1 saatda deməli 100. 182-yə böləndə 1 saatda 90. 322-yə böləndə 1 saatda 160. 482-yə böləndə 1 saatda düşür 240. Deməli, A-dan 1 saat, A 1 saatdır, B-dən isə 5 saat. Baxın, burada 5 saat olan hissələri silə bilərik. Yəni nə? Çünki 5-i 240-a vursaq, bu 890-dan onsuz çox olur. 5-i 160-a vursaq, bu eləyər 890, bəli. Deməli, bu 5-ə vurula bilər. Velosiped. Velosiped olan hissələr B-də silinməlidir, onsuz yoxdur. 5-ə vursaq, bəli. 160-ı 5-ə vursaq, bu edər 800. Bizə 90 lazımdır. 1-ə vuranda da futbol, onda olur A. Voleybol isə olur B. Yəni 5-i 160-a vuranda 800, 1-i 90-a vuranda 90. 800-də 90 gələndə cəmi edir nə qədər? 890. Deməli, A futbol, B isə voleybol. Hansındadır? A futbol, bəli, B voleybol. Cavabımız olur B variantı 97-ci sualdır. Keçək növbəti suala. 98-ci suala baxırıq. 140 min əhalisi olan Salyan rayonunun sakinlərinin məşğuliyyəti dairəvi diaqramda göstərilib. Sualın şərti digər tərəfdə davam etdiyini biz burada qeyd edək. Deməli, sənətkarlıq bu hissə olacaq 90 dərəcə, dərəcə ilə yazaq. Çünki göstərilib. 5-də 1 hissəsi 360-ın 5-də 1 hissəsi 72 dərəcə. 73 dərəcə olduğu kimi 9-da 2 hissəsi 9-a böləndə 40, 2-yə vuranda 80 dərəcə. 90, 80. Bu eləyir 170. Üstünə 72 gələndə 170, üzərinə gəlir 72, üzərinə gəlir ticarət 73-ün. 5, 21, 2 yadda, 1 o da ki 315. 315 2 yadda. 360 dərəcədən çıxsaq 315 dərəcəni, yerdə qalar neçə? 45 dərəcə. Deməli, sənətkarlıq da olur 45 dərəcə. Sənətkarlıq deməli 45 dərəcə, digər 80 dərəcə, ticarət 73 dərəcə, əkinçilik 90 dərəcə və maldarlıq isə 72 dərəcə. Bunları qeyd etdik. İndi sualın ardına baxaq. Buna əsasən, şərtin ardı buradadır. Buna əsasən rayonda əkinçiliklə məşğul olanların sayı sənətkarlıqla məşğul olanların sayından neçə nəfər çoxdur deyir. Ümumi əhali nə qədərdir? Ümumi əhali deməli 140 mindir. 140 min neçə dərəcəyə uyğun olmuşdur? Dairəvi diaqram 360 dərəcədir. Bölər 360 dərəcəyə. 1 dərəcə nə qədər düşür onu tapaq. Böləndə deməli 360-a böləndə 4 deməli 4 dəfə vuran 4 0 0 4 6 24 4 3 12 140 mindir yoxsa 144 min? Bir daha baxaq. Sayı üzrüsən 140 min. Aha. 360-a böləndə sıfırları silərik. 1 0 buradan. 1 0 buradan gedər. Burada baxırıq görürük ki 140 7-yə bölünür. 36 yox. Deməli tam bölünməyəcək.
Elə bu formada saxlayaq. Deməli 140 min bölünsün neçəyə? 360 dərəcə. Yəni 1 dərəcədə nə qədər var? 10 tapadıq. Bizdə nə sual vermişdi? Bizə sual vermişdi ki, əkinçiliklə məşğul olanların sayı. Əkinçiliklə məşğul olanlar 90 dərəcə. Sayı. Sənətkarlıqla məşğul olanların sayından. Sənətkarlıqla məşğul olanların sayı da 45 dərəcə. Nə qədər çoxdur? 90 dərəcə 45 dərəcədən nə qədər çoxdur? 90-dan 45 dərəcə çıxanda 45 dərəcə çoxdur. Yəni biz elə 140 mini 360 dərəcəyə böləndə 1 dərəcəni tapırıq. Və sonda aldığımız cavabı neçəyə vurmalıyıq? 45-ə vurmalıyıq da. Çünki 45 dərəcə nədir? Çoxdur. Onda vurarıq bunu neçəyə? 45 dərəcə. İxtisarlarımızı aparıq onda burada. 360 ilə 45. Hər biri bölünər deməli neçəyə? 9-a. 9-a böləndə 5. 9-a böləndə 40. Elə 40 ilə 5 də gedər. Yerdə qalar 8. 14-ün içində 8. Deməli 1 dəfə. 60-ın içində 8. 7 dəfə. 40-ın içində 5 dəfə. Və 2 dənə də 0 yazar. Nə qədər çox olmuş olacaq? 17.500 nəfər çox olmuş olacaq. Yəni 98-ci sualda cavabımız olacaq C variantı. Keçək növbəti suala. 99-cu suala baxırıq. Birinci şəkildə buğdanın undan, ikinci şəkildə unun çörəkdən asılı qrafik verilmişdir. Bu qrafikdən görə nəysə, qrafikə görə 288 kiloqram çörək əldə etmək üçün neçə kiloqram buğda lazımdır? Baxırıq ki, birincisində buğdanın 15-də 8-dən un alınır. Yəni 15-də 8-dən hər 15 kiloqram 8 kiloqram un. Unun da hər 12 kiloqramdan 8 kiloqramı, hər 12 kiloqramdan 8 kiloqram un alınır. Yəni bu da vurulsun 12-də 8. İxtisarları aparaq, bölünər hər biri 4-ə. Onda olacaq. Burada qalacaq 3, burada qalacaq 2. 2 8-in 16, 15-i 3-ə vuranda 45. Yəni 45-də 16 hissəsən, ümumi buğdanın 45-də 16 hissəsindən nə alınır? Çörək alınır. Və bizə də deyir ki, 288 kiloqram çörək əldə etməkdir. Onda 45-də 16 hissəsi 288 olan tapacaq. 288-i bölərik 16-ya, vurarıq 45-ə. Bu da bərabər olar. 28-in içində 16 bir dəfə. Qalar burada 12. 128-i 16-ya bölünüşər. 8, 8 dəfə bəli. 18-i vurarıq 45-ə. 18-ə 45-ə vuranda deməli 8-i 45-ə vursaq 360. O da 450. 360 üstə 450 cavabımız edər 810 kiloqram. 99-cu sualda cavabımız edər D variantı. Keçək növbəti suala. 100-cü suala baxırıq. Qrafikdə bir malın alış və satış nisbəti əks olunmuşdur. Buna görə 100 azına satılan bir mal neçə azına alınmışdır? Baxırıq ki, alış 60, satış 100 olub. Yəni 60-ı aldığın satıb neçəyə? 100-ə. Və bizə deyir ki, 80 azına satılan. 80-ə satılanı bəs neçə alacaq? X. Tənasıb kimi onda 100 x bərabər olacaq. 60 vurulsun 80-ə. 60-ı 80-ə vurub 100-ə böləndə x bərabər olacaq 48. Yəni 100-cü sualda cavabımız olacaq Y variantı. Keçək növbəti suala. 101-ci suala baxırıq. Qrafikdə ABCD və E ölkələrinin kosmosa göndərdiyi alimlərin sayı göstərilmişdir. Verilənlərə əsasən bütün ölkələrin kosmosa göndərdiyi alimlərin sayının E ölkəsinin kosmosa göndərdiyi alim sayına olan nisbətini tapın. Bütün ölkələr deyirsə, E-ni də orada daxil edir. Bütün ölkələr deyirsə, A ölkəsində neçə nəfər var? Sayını göstərib 30. Sonra baxırıq B ölkəsində neçə nəfər var? 20 nəfər. Üzərinə gəlsin. C ölkəsində 60 nəfər və D ölkəsində 80 nəfər plus Y ölkəsində isə 10 nəfər. Bunların cəminin E ölkəsinə nisbətini soruşur. 30, 20, 50, 60, 110, 190, o da 10, 200. Yəni bütün ölkələrə cəmi 200 alim göndərilib. E ölkəsinə olan nisbəti E-yə nə qədər göndərilmişdi? E-də göndərilmişdi 10 nəfər. Yəni 200-ün 10-a nisbətini soruşursa, 200-ü böləcək 10-a, nisbət edəcək 20. 101-ci sualda cavabımız oldu A variantı. Keçək növbəti suala. 102-ci suala baxırıq. Şəkildəki qrafikdə bir müəssisənin 4 illik alış-satış məlumatları verilmişdir. Buna görə müəssisənin 4 illik gəlirini tapın. Gəlir necə tapılır? Gəlir satışdan alış qiymətini çıxırıq. Məsələn, bir kitabı aldıq 10 manata, satdıq 15 manata.
bizim gəlirimiz nə qədərdir? 15-dən 10 çıxırıq, 5 manat bizim gəlirimiz. Yəni satışdan alışı çıxmadı. Ümumi satışda nə qədər pul qazanırıq onu tapaq. Deməli 2007-ci ildə 75.000 üzərinə gəlsin. 2008-ci ildə 65.000, sonra 2009-da 100.000 və 2010-cu ildə isə 80.000. Bunları toplayaq. 10.01 yadda 13, o da 8. 21, o da 1, 22 bir yadda, daha doğrusu 2 yadda. 1, o da 2, bu eləyir 320. 320 bunun olur satışı. Alış üçün baxaq. Alış deməli 2007-də 60, üstə gəlsin. 2008-də deməli 85, üstə gəlsin. 2009-da 70, üstə gəlsin və 2010-da isə 50. Cəmi nə qədər edər? 0, 5, 6 isə 8, 14, o da 7. 21, o da 5, 26. 265. 320 satış oldu. 265 alış. Gəlir nə qədər olacaq? Satışdan alışı çıxacaq. 265-in çıxarıq. 10-dan 5-in 5, 11-dən 6, 5, 1-dən 1, 0. Cavab edir 55. 102-ci sualda cavabımız oldu B variantı. Keçək növbəti suala. 103-cü suala baxırıq. Diaqramda A, B və C zavodlarındakı daha doğrusu işçilərin sayı əks olunmuşdur. 3 zavodda birlikdə 720 işçi varsa, A-da neçə işçi var? Dairəvi diaqramda deyirik ki, cəmi 360 dərəcə eləyir. Toplasaq da 360-ı verəcək bizə. Və 720-ni bölər 360 dərəcə, 1 dərəcədə nə qədər işçi var? Bu da düşər 2. Yəni 1 dərəcədə 2 işçi yerləşir. Və bizdən A diaqramında neçə işçi var onu soruşur. A hissəsində də, daha doğrusu A hissəsində neçə işçi var onu soruşur A-da. A-da da 144 dərəcədir. Hər dərəcədə 2 işçi varsa 144-ü vuranda 2-yə cavabımız edir 288. 103-cü sualda cavabımız oldu Y variantı. Keçək növbəti suala. 104-cü suala baxırıq. Aşağıdakı qrafikdə gedilən məsafə ilə ona sərf olunan benzin arasındakı nisbət əks olunub. Buna görə 200 km yol gedən bir maşın nə qədər benzin istifadə edir? Baxırıq ki, 120 km gedib 18 litr benzin. Tənasibi qularıq. Onu da deməli 120 km-ə 18 litrdirsə, bəs 200 km nə qədər olacaq? 200 km-ə x. Onda 200-ü vurarıq 18-ə, bölərik 120. 18-ə vuranda 36, 3600, 3600 ilə 120-yə böləndə cavabımız edir 30 litr. 104-cü suallara cavabımız olur A variantı. Keçək növbəti suala. 105-ci sualda cədvəldə qələm, silgi və dəftərin nisbət qiymətləri verilmişdir. Verilənlərə əsasən Aytacın dəftər üçün xərclədiyi pul yalnız silgiyə verdiyi puldan neçə dəfə çoxdur? Dəftər üçün neçə dərəcə qalır? Ümumi dedik ki, 360 dərəcədir, düzdürmü? 360 dərəcədən çıxırıq 60 dərəcə qələmə, çıxırıq 30 dərəcə silgiyə. Yerdə qalır nə qədər? Deməli 270 dərəcə. Yəni dəftərə də düşən dərəcə qiyməti nə qədərdir? 270 dərəcə. Bizə deyir ki, dəftər üçün xərclədiyi pul yalnız silgiyə verdiyi puldan neçə dəfə çoxdur? Dəftər üçün 270 dərəcə uyğun oldu, silgi üçün 30. 270 30-dan neçə dəfə çoxdur? 270 dərəcəni bölərik 30 dərəcəyə, cavab edər 9. 9 dəfə deməli çoxdur. 105-ci suallara cavabımız oldu D variantı. 106-cı suala baxırıq. Bir komanda çəkiləri 60, 65, 70, 75, 80, 85 və 90 kiloqram olan idmançılardan ibarətdir. Yuxarıdakı qrafik bu komandadakı idmançıların neçəsinin hansı çəkili olduğunu göstərir. Komandada neçə idmançı var? Baxaq, deməli 60 kiloqram çəkili olan sayı da burada göstərir. 60 kiloqram çəkili olan neçə nəfər var? 8 nəfər. Demək yazıram 8 üstə gəlsin. 65-də neçə nəfər var? 2 nəfər. Üstə gəlsin deməli 2. Üzərinə gəlsin 70 kiloqram çəkidə 4 nəfər var. Üzərinə 4 gəlirəm. 75 kiloqram çəkidə 10 nəfər var. 10 gəlirəm. 80 kiloqram çəkidə yenə 4 nəfər var. 4 gəlirəm. 85 kiloqram çəkidə 2 nəfər var. 2 gəlirəm. Üzərinə gəlsin. Və 90 kiloqram çəkidə isə 8 nəfər var. 8 gəlir. Bu da bərabərdir. 8, 2, 10, 14, 24, 28, 30, bu da 8, 38 nəfər etmiş olur. Yəni cavabımız olur 106-cı sualda da
B variantı. Keçək növbəti suala. 107-ci suala baxırıq. 1, 2, 3 nömrəli bölmələr mağazadakı malların xərclərini göstərir. Cəmi xərc 720 manat olarsa, 2 nömrəli bölmənin xərci neçə manatdır? Baxırıq 1, 2 göstərib. Burada da təkrar 2 yazıb. Çox güman ki, bu 3-dür. Burada texniki səhv düşüb. Yəni kitabın özündə texniki səhv olaraq gedibdir. Biz üçüncüsünü tapmalıyıq. Çünki digərlərində dərəcə qiymətləri verilib. İkincisində isə qalıb. Bunu tapmaq üçün nə etməliyik? Ümumi dairəvi diaqramda 360 dərəcədir. Çıxarıq 170 dərəcəsini və çıxarıq 40 dərəcəsini. Yəni 170, o da 40. 210 çıxanda yerdə qalır 150 dərəcə. Yəni ikincisinə düşür neçə dərəcə? 150 dərəcə düşmüş olur. Və cəmi 720 deyil miydi? Ümumi biz deyirik ki, dairəvi diaqram olur nə qədər? 360 dərəcə. Hər dərəcədə nə qədər var? Tapmaq üçün 720-ni bölməliyik. 360 dərəcəyə düşür 2. Yəni hər dərəcədə 2 manat olur. İkincisində bəs nə qədər olacaq? İkincisində 150 dərəcə deyil. Hər dərəcə 2 manatsa 150 dərəcə nə qədərdir? 150 dərəcəni vuranda 2-yə bu deyilir 300 manat. Yəni 107-ci sualda cavabımız oldu B variantı. Qeyd etdiyim kimi sualın özündə də kitabın çap olunmasında səhvlik vardı. Üst tərəfdə 170-in dərəcəsi düşməmişdi. Bir də bura 3-cü qeyd olunmamış. Ola bilər ki, bəlkə kitablarda yoxdur. PDF-də bu formadadır. Keçək növbəti suala. 108-ci suala baxırıq. Yuxarıda cədvəldə K, L, M, N və P mallarının ilkin və satış qiymətləri verilmişdir. Satış qiyməti ilə ilkin qiyməti arasında fərq ən az olan mal hansıdır? Fərq ən az olan deyirsə, satış qiymətinin ilkin qiymətini çıxmalıyıq. Yəni, məsələn, K-ni tapmaq üçün 1225-dən 1000-in çıxarıq. Fərq olar 225. L-i tapmaq üçün 5025-dən 4500-ün çıxanda 500 oradan, 25 də buradan 525 edər. M-i tapmaq üçün 1845-dən 1650-sin çıxanda 150, o da 45, 195 edər. N-i tapmaq üçün 9250-dən 8500-ün çıxanda 500, o da 250, 750 edər. 10600-dən də 9000 çıxanda yerdə qalar 1600. Ən az olan soruşur, ən az olan deməli olur 195, yəni M etmiş olar. 108-də cavabımız olar C variantı. Keçək növbəti və sonuncu 109-cu suala. 109-da deyir ki, 5 dərmanın qiyməti, 5 dərmanın qiymət artımı daha doğrusu, qiymət artımı cəmi nə qədərdir? Ümumi artımlara baxmaq üçün nə etməliyik? Yeni qiymətdən köhnə qiyməti çıxmalıyıq. Məsələn, K-da artım nə qədər olub? 700-dən 500-ün çıxanda 200 artım buradan üstə gəlsin. 3000-dən 2000 çıxanda L-in artımı olur 1000. Sonra M-in artımını tapmaq üçün 10.000-dən 8.000 çıxanda bu eləyir 2000. Sonra N-in artımını tapmaq üçün 1280-dən 800-ün çıxanda yerdə qalır deməli 480. Və P-ni tapmaq üçün 7875-dən 7500-ün çıxanda 300, o da 75, 375 qalmış olur. Ümumi artımları tapdıq və cəmi artım deyəndə bunların hər birini toplamalıyıq. 5 bura, 8, 7, 15, 1 yadda, 2 üstə 4, 6, o da 3, 9, 1 yaddaydı, 10, 0, 1 yadda, 1 üstə 2, 3, o da 1, 4. Cəmi artım etdi 4055 manat. 109-cu suallara və sonuncu sualımızda cavabımız oldu Y variantı. İzahlarımız bu qədər. Umarım ki, siz üçün faydası olmuş oldu. İradə və təkliflərinizi rəy bölməsində yazarsınız. Bu cür video izahlardan xəbərdar olmaq üçün videonu bəyənib kanala abunə də ola bilərsiniz. Hər birinizə uğurlar olsun. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.